Bakın bu görürsünüz də hansı bayraqda, hansı dövlətində. Bu bizim bilirsiniz Yazıçılar Birliği'nin nəticəsidir ha. Nəticəsidir. Yazıçılar Birliği Elmlər Akademiyasının əməllərinin nəticələri ki, heç nə iş görməyiblər. Beləki görün bizə qarşı nələr çıxır. Bax bu harda olub, hansı dövlətdə olubdur, kimlərdir bunu qoyurlar, eləyirlər. Bunu mən beləki şəkillər hələ 77-də görürdüm. Mən demişəm də sizə ki, ermənilər hazırlıq görürdü onda ki, necə Azərbaycanda bizim bu balaca xalqlar yoxdur, qardaşlarımızı bizə qarşı qaldırsınlar. Özü də belə bir sözlər var, ay Allah. Bu tarixdə mən maraqlanmışam ki, bu deməli Əlolam, Bandon, Dandon, yok Dardonuş, Bandon, sonra Bamedan, Bandon. Bu hansı dildə belə sözlər yoxdur ha. Bunu ay kişi, nə bilim krallardır, bu Fars kralıdır, Kürt kralıdır, Talış kralıdır yazırlar. Səlahəddini Kürdə verirlər. Nə bilim, Babəki gah Talışdır, gah bu 9-cu əsrdə ay kişi, bu belə millətlər olmur. Dünyada, bax tarixdə gedin, öyrənin də bu xaricdə. Belə adlar yoxdur. Nə bilim, deməli, nə yazır ay Allah? Panospan. Deməli, bu qardaşım, mənim bu qardaş da, bu qardaş özünü Talış adı verir. Bu hardan belə imirlər? Deməli, Panospan kralı olub, Zaza kralı olub. Ay kişi, Zaza kralı dünya tarixində yoxdur. Panospan kralı yoxdur. Niyə axır bu, bax, ay adam, niyə millətin adını belə batırırsan? Axır qoy yaşasın da. Nə işin var Talışda, Ləzgidə? Ləzgilərdən nələr yazırlar? Ay kişi, deməli 1700-də, 1690-da Rusiyadan Ləzgiləri qovurdular. Hamısı qaçıb gəliblər Zaqatalaya, Qusarda yaşayırlar. Yani bu nağılları indi yazırlar ki, yox, oralar sizindir. Bilirsiniz, bunu gəlsən eləyirlər. Yani inanmaq olmaz, lazım deyil. Düzdür, bizim burada Zaqatalada, Qubada, yani Ləzgilər onlar o nağıla inanırlar, şükür Allah. Və o Rusiyada oturublar, nağıllar orada o Talışlara ermənilər yazırlar. Belə qızışdılar, ay kişi, Panospan kralı, nə bilim, belə adlar yoxdur ha tarixdə. Bu hardan ay kişi, Səlahəddin kralı Kürd olmayıb. Qurt tayfası, Qurt Türk xalqlarıdırlar bunlar. Qurt Türk. Bunu Kürdə çevirlər. Kürdlər də bizim qardaşımızdır. Buna söhbət yoxdur. Kürdün də indi millətlər, dövlətlər, xalqlar, yəni bunlar da yaşayırlar Azərbaycanda, Türkiyədə, hər yanda yaşayırlar. İndi o demək deyil ki, gələkdə bir yığışı var, kişi Türkə qarşı. Bunu, Kürdləri mən o İrəvanda ki, qoymurdular işləsinlər. Mən dedim, niyə qoymursunuz? Deyir, yox, Kürdlər gələk qoyun saxlayar. Kürdlər gələk şəni süpürər. İrəvan şəhərində Kürdlər süpürgəçiliyi məşğul oldular və qoyunçuluqla. Yaxşı da qoyunlar saxlayıb yetişdirirdilər. Amma zavoda mən işləyəndə deməli işçi lazım idi. Fəhləliyə götürmürdü məni. İndi bu dəqiqə deyim də, ara Mınaçagan, işimiz Mınaçaganı asım elərək Kurdin Çin qara Kurdin Ezgorca tank. Orada Kurdun avele zerkin ve boşkar yapıyor. Ay siz belə
deməli ancaq qoyun saxlasın və süpürsün. Erməni dili mənim də yadımdan çıxır. Yəni danışmıram ha. İndi o ermənilər aşır, işimə qara. Ha? Ay səfirlər, biri çıxmır da. Yəni çıxıb nə desin, deyə də bilməz. Söyləyəcək çox da indi. Ay nə bacarır. Bax ona görə bu Babukor, Babunur, nə bilim, ay qardaş, bu atları niyə axır Talış xalqına belə yozursunuz? Bu nədir bu qardaş, niyə qoyursan? Bu bəlkə də ermənidir ha. İnanın ki, bayrağı da. Ay kişi, bu yazıçılar birliği bağlanmalıdır. Xalq ümumiyyətlə yazıçısı götürülməlidir. Bizim xalq adını daşımaq yalnız əskər daşıya bilər. Xalqın oğlu. Xalq artisti, xalq nə bilim alimi, xalq yazıçısı bunu götürmək lazımdır. Bunların əməlləri, yazıçıların, alimlərin bax bu nəticəsi görürsünüz. Yaxşı yazsaydınız, belə şeylər olmazdı. Qafqaz xalqlarına yazın ki, bizə düşman kimi baxmasınlar. Əgər bizə düşman kimi baxırlar, biz deyir gəlməyə, bir şey olar. Adam Türk torpağında oturmuşsa bizə düşman kimi niyə baxmalıdır? Sənin yazışı birliyiz, başınıza dəyməsin, akademiya, nə ilə məşğulsunuz? Nəticəyiz bax budur, yenə də deyirəm, nəticəyiz də sizin. Budur, rezultat vaşı. Деятельности писателей, академики, так называемые. Neyse. Atları hardan fikirləşirlər. Allah, necə nağılları belə uydurub bizim başımıza hardan əmələ də gəlirlər. İş orasındadır ki, biri ləzgidər oradan yazır. Hacı Davuddur, nə bilim, hansısa o aul deyirlər, kəndin direktoru olub, sədri olub, ona deyirlər ki, hökmdar olubdur. Hacı Davud hökmdar olub. Ay kişi, 10 dənə aul olub, 10 hökmdarı olar, bir fikirləşin də. Görün necə, bax bunları Ruslar necə indi bu dəqiqə istəyir buranı qarışdırsın, ermənilərlə bir yerdə. Gürcüləri öyrədirlər. Gürcülər özlərinə kino çəkir ki, deməli, Georgi Sakadzedir, kimdir? Farslara qalib gəlir. Farslar yox da, yəni bilirsiniz da, Fars dövləti olmayıb. Ay kişi, 1700-cü illərdə, 1800-cü illərdə Türk imperiyalarıdılar, Səfəvilər, Osmanlılar. Burada Georgi Sakadze gəlib, qalib gəlibdir. 10 dənə Gürcü gəlibdir, gör. Deməli, Türkə qarşı. Ya, Türk də dəli deyil ki, 10 dənə Gürcüyə qarşı dursun, qılınc qaldırsın, öldürsün. Bir şey olar. Georgi Sakadze, ay Gürcü, utanmırsan, ayıb deyil. Aşağılayırsan milləti, bizi türkləşdiriblər. Ayıbdır, analarınızın, millətinizi siz nədir? Ən aşağılayırsınız ki, anamız gedib Türkün qoynunda yatıb və biz Türk olmuşuq, nə biləm, ayıbdır, Gürcü. Bax, belə, yenə də deyirəm, əgərsə kimsə deyir, bu Kürd olur, bu Talış olur, bu Lahıc olur, bu Gürcü olubsa, qardaş, onda bir dənə göstərin mənbə ki, oradan bir daş çıxsın, o millətin adı ilə çıxsın. Bütün bu torpaqlardan Türkün daşı çıxır. Qazırlar, Türk mənbələri çıxır. Bir dənə görürsünüz, Kürd mənbəsidir, nə bilim, Ləzgid mənbəsi, Talışdır, Lahıcdır. Axı, belə şeyləri yalandan nəyə lazımdır? Niyə axı millətləri istəyirsiniz bu torpaqda vuruşdurasınız? Nə xeyri olacaq? Xeyri olmayacaq. Ona görə deyirəm, əl çəkin. Hamı qardaşdır, hamı bir ailədir, yaşayır. Tanrı belə məsləhət bilibsə, burada ayıb yağış nə var? Bizi belə elədilər, bizi çövirdilər, bizi axı siz özünüz, niyə aşağılayırsınız özünüzü? Yəni bundan əl çəkin, ailə olub, bir ailə olmuşuq. Bunu dağıtmaq, bunu Rus erməni istəyir dağıtsın. Yəni onu diqqətli olun.
Hər ölkədə dünyada vurun o erməninin, rusun ağzından.